Bir de akşamınız xeyir olsun müəllimlər. Bilirsiniz ki, Dövlət İmtahan Mərkəzi informatikadan 20 sınav adlı yeni bir vəsait çap eləyib. Biz dünən bu vəsaitdən sınaq 1-in izahına baxdıq. Bugün isə sınaq 2-ni sizinlə birlikdə izah eləyirik. Sual 1. Mövqeli say sisteminin əlifbasındakı simvolların sayı necə adlanır? Müəllimlər bilirik ki, mövqeli say sistemində simvolların sayı həmin say sisteminin əsasıdır. Məsələn, onluq say sistemində 0-dan 9-a qədər, yəni 10 dənə rəqəmdən istifadə olunur. İkilik say sistemində 0 və 1 olmaqla 2 rəqəmdən istifadə olunur. Bu qaydada da digər mövqeli say sistemlərində. Deməli, mövqeli say sisteminin əlifbasındakı simvolların sayı Y variantı say sisteminin əsasını bildirir. İkinci sual. İkilik say sistemində bir ədəd verilib. Bizə deyir ki, həmin ədədi 8'lik say sistemində təsvir edin. Müəllimlər, cədvəli 8'lik və 2'lik say sistemi olmaqla çəkib göstərək bir dəfə. Sonra rahat bir şəkildə buradan seçin. Və çalışın ki, tapşırıqları çox işləyəsiniz. Bu ədədlər, belə deyək də, bu rəqəmlər yadınızda qalmış olsun ki, sizə imtahanda rahat olsun. 8'lik say sistemində var 0, 1, 2, 3, 4, 5, 6 və 7. Bilirik ki, bunların ikilik say sistemində qarşılığı 0, 0, 0, 0, 0, 1, 0, 1, 0, 0, 1, 1, 1, 0, 0, 1, 0, 1, 1, 1, 0 və 1, 1, 1. İndi gəldim testimizə. Testimizdə 3, 3 bölək 8'lik say sistemi dediyinə görə verilənləri 3, 3 bölürük. Biraz naziklə eləyək ki, rahat şəkildə görün. Baxın, 3, 3 bölürəm. Aha. İndi baxaq. Burada bir dənə tək 1 var. Biz bilirik ki, 8'lik say sistemi olması üçün hər birində 3 simvol olmalıdır, düzdürmü? Hər birində 3 simvol olmalıdırsa, bunun qarşısına 2 dənə 0 artırdım ki, 3 dənə simvol bitsin. Aha, 0, 0, 1. Baxıram, 0, 0, 1 bizə 1 verdi. Gəlib üstünə yazdım 1. 1, 1, 0. Cədvələ baxaq. 1, 1, 0 bizə 6'nı verir. Gəlib üzərinə yazdım 6. Yenə 0, 0, 1 bizə 1 verdi. Yenə 1, 1, 0 bizə 6 verdi. Deməli, 1, 6, 1, 6. Bu da B variantı. Üçüncü suala baxırıq. 2Y A ədədini ikilik say sistemində deyir, təsvir edin. Hər birini gəlin 16'lık say sistemində verilmiş ədəddir, ikilik say sistemində təsvir edin deyir. Hər bir rəqəmi 16'lık say sistemində olan bu ədədin hər bir rəqəmini gəlin tək-tək çevirək. 2. Müəllimlər baxın, burada say sistemində 8'lik say sistemində 3 simvolu isə bunların qarşısına bir-bir də simvollar artırsaq, bu artıq verəcək bizə 16'lık say sistemindəki qarşılığı. Baxın, 16'lık say sistemində deməli 2 oldu 0, 0, 1, 0. 2'nin əvəzinə yazdım 0, 0, 1, 0. Y 14 deməkdir. 14'ü ikilik say sisteminə çevirsəm, istəsəz çubuqlu bölməklə də keçirə bilərsiniz. Təbii ki, bu asan olduğuna görə üzərində dayanmıram. Bu verəcək bizə 1, 1, 1, 0. A 10 deməkdir. 10'u ikilik say sisteminə çevirsək 1, 0, 1, 0 verəcək bizə. Bu da hansı variantdadır? Təbii ki, A variantında. Dördüncü suala baxırıq.
1, 1, 1, 1, 1. İkilik ədədini onluq say sistemində təsvir edin. Başqa say sistemlərindən onluq say sisteminə keçmək üçün bilirik ki, gəlib üzərinə 0, 1, 2, 3 şəklində nömrələmə eləyirik və gəlib yazıram. 1 vurulsun 2 üstü 3. Üstə gəl. 1 vurulsun 2 üstündə 2. Üstə gəl. 1 vurulsun 2 üstündə 1. Üstə gəl. 1 vurulsun 2 üstündə 0. Bunlar da gəlib toplasaq bizə verir 15. Cavabımız B variantı. 5-ci suala baxırıq. 76 onluq ədədini 8'lik say sistemində təsvir edin. Bilirik ki, onluq say sistemindən digər say sistemlərinə keçmək üçün bizə onluq say sistemində verilən ədədləri çubuqlu bölməklə istədikləri, yəni soruşulan say sisteminə keçirə bilərik. Gəlib yazıram. 76 bölünsün 8. 9 dəfə 9 vur 8 72. Burada qaldı 4. 9'u 8'e böldük. 1. Burada da oldu 1. Cavabdan əvvələ ardıcıl şəkildə yazsaq 1, 1, 4. İndeksinə yazırıq. 8'lik say sistemi. Bu da təbii ki D variantındadır. Baxın. Biz keçirik növbəti 6-cı sualımıza. 8'lik say sistemində 135 verilib. Bunu deyir, onluq say sistemində təsvir edin. Yenə üzərində nömrəliyirik. 0, 1, 2. Gəlib yazıram. 1 vurulsun 8 üstü 2. 3 vurulsun 8 üstü 1. Üstə gəl. 5 vurulsun 8 üstündə 0. 64, 24, bu da 5. Toplasaq bu da verər bizə 93. Cavabımız D variantı. Növbəti 7-ci suala baxırıq. Bizə deyir, A6 bərabərdir 4, 4, 5, 3, 0, 1 ədədinin açıq yazılış formasını göstərin. Açıq yazılış formasını göstərmək üçün yenə üzərinə 0, 1, 2, 3 bu şəkildə nömrələyirik və başlayırıq yazmağa. 0, 1, 2, 3, 4, 5. Yazacağım birincisine 4 vurulsun. A6 dediğine göre, yani altılı say sisteminde olduğuna göre 6 üstünde 5 oldu. Üste gel. Yine 4 vurulsun. Bu defa 6 üstü 4 oldu. Növbəti de 5 vurulsun. 6 üstü 3. Üste gel. 3 vurulsun. 6 üstü 2. Üste gel. Sıfırı yazmaya ihtiyaç yoktur. Çünkü sıfıra ədədə vuranda sıfır eləyir. Bir de 1 vurulsun. 6 üstü 0. Bu da təbii ki verdi bizə 1. Baxaq hansı variantdadır? Bu da A variantındadır. Keçdik növbəti 8-ci sualımıza. İkilik say sistemində ədədlər verilib. Bizə də bunların toplanmasını istəyir. Yəni deyir, bu ədədlərin cəmini tapın. Yanın alt-alta yazaq. 1, 1, 1, 0, 1, 1. 0, 0, 1, 1, 1. Birin üzerine 0 geldi, verdi bize 1. Birin üzerine 0 geldi, yine verdi bize 1. Sıfırın üzerine 1 geldi, verdi 1.
Birin üzerine 1 gələndə 0 yazıram, 1 yadda. Birin üzerine 1 gələndə 0 yazıram, 1 de yadda olduğuna göre yazdım 1. Nəhayət burada bir var. Bir dənə 1 qaldı. 1 de yaddaydı. Yine oldu 0, 1. Cevabımız A variantında. 9. Cüt ədədi müəyyən edin. Gəlin yoxlayaq. Baxaq. Məsələn, birincini yoxlayıram. 1, 0, 1, 0, 1. Nömrələsə üzərində 0, 1, 2, 3, 4. Bərabərdir. 1 vurulsun. 2 üstü 4. Üste gel. 1 vurulsun. 2 üstü 2. 0 olanları ötürürəm yazmıram. Üste gel. 1 vurulsun. 2 üstü 0. Bunu toplasaq. 2 üstü 4 8. 2 üstü 2 4. 4 ilə 8 12. 12'nin üzerine 1 gələndə 13. Bu elədi tək. B variantını yoxlayaq. B'ni nömrəliyirəm üzərində. 0, 1, 2, 3, 4. Gəlib yazıram. 1 vurulsun 3 üstü 4. Üste gel. 1 vurulsun 3 üstü 2. Üste gel. 1 vurulsun 3 üstü 1. Üste gel. 1 vurulsun 3 üstü 0. 3 üstü 4 81. Bu tek elədi. 3 üstü 2 9. Bu da tek elədi. 3 üstü 1 3. Bu da tek elədi. 3 üstü 0 1. Bu da tek elədi. Teklə teki topladım. Cüt. Cütlə teki topladım. Tek. Yine teklə teki topladım. Cüt. Deməli 4 tane tek ədədi toplayanda bizim cevabımız verir cüt. Yani doğru cevabımız B variantı. Baxırıq növbəti 10-cu suala. Doğru münasibəti deyir, müəyyən edin. Müəllimlər, bunları müqayisə eləmək üçün hər birini gəlin keçirək. Onluq say sisteminə, daha sonra müqayisə eləyək. A 16. A 10 deməkdir, düzdür. 16'lıq say sistemindəki 10'u geçirəm onluq say sisteminə. Yeni üzərini nömrələsək, ne verdi? 1 vurulsun 16 üstünde 1. Bu da elədi 16. Deməli 16 böyüktür. 16 olmaz. Bu getdi. Bu yanlış. B variantını gəlin yoxlayaq. 6'lıq say sistemində 25 verilib. Bunu gəlin çevirək onluq say sisteminə. Nə eləyəcək? Yine 0 1 yazdım üstüne. 2 vurulsun 6 üstü 1 üste gel 5 vurulsun 6 üstü 0. 12 bu da 5. Bu verdi bize 17. 8'li say sistemindeki 25'i çevireyim. 2 vurulsun 8 üstü 1, 5 vurulsun 8 üstü 0. 2 vur 8 16 üzerine 5 gelende 21. Bize değil 6'lık say sistemindeki 25 küçüktür 8'li say sistemindeki 25'ten. Biz bunların her ikisini onluq say sisteminə çevirməklə yoxladıq ki, bəli, həqiqətən də B variantı doğrudur. Deməli, bizim düz cevabımız B variantı. Geçiriyor 11. suala. Onluq say sisteminde verilmiş 2 üstü 2'min üste gel 64 üstünde 300 üste gel 32 cəminin ikilik yazılışındaki sıfırların sayını müəyyən edin. Ömer, burada bir dənə qəşəng qaydamız var. Qaydamız necədir? Əgər
bizə verilən ədədlərin hamısı eyni say sistemində, yəni ikilik say sistemində olarsa, o zaman ən böyük qüvvətin üzərinə 1 gəlirik. Baxın, bizə verilən cəm ikilik say sistemində olarsa, o zaman ən böyük qüvvətin üzərinə 1 gəlib, ümumi rəqəm sayını tapırıq. Daha sonra toplananların sayı qədər, baxın, toplananların sayı qədər burada 1 olur, yerdə qalanların hamısı 0 olur. İndi gəlin baxaq, görək burada neçə dənə 1 var, neçə dənə 0 var. Bizdən sıfırlar istədiyinə görə baxaq, görək burada neçə dənə 0 var. 2 üstü 2000-ə dəymədim. Üstə gəl, 64 müəllimlər. Bunu qıraqda yazın. 64 2 üstü 6'dır. Bunu da 300'e vursam, bu elədi 2 üstü 1800. Üste gel, 32 2 üstü 5'ti. 2 üstünde 5. Toplamların her birini ikili say sisteminde gösterdik mi? Bəli, gösterdik. En büyük qüvvətin üzerine, bakın, en büyük qüvvətin üzerine 1 gəlirik. Bizde olan en büyük qüvvət 2000'dir. 2000'in üzerine 1 gəlirik. Belədi 2001. Deməli, bu cəmdə 2001 dənə rəqəm var. Sıfırların sayını necə tapırıq? Neçə dənə toplanan varsa, bu toplananların sayını aldığımız 2001'dən çıxırıq. 3 toplananımız var, 3 çıxırıq. Qaldı 1998. Deməli, bu cəmdə 1998 dənə sıfır var imiş. Keçirik növbəti suala. On iki. Hasili hesablayın. Sütun şəklində yazaq və hesablayaq. 1, 0, 1, 1, ikili say sistemində. Vurulsun 1, 1, 1, ikili say sistemində. Mən 1'i 1'e vursam 1, 1'i 1'e vursam 1, 1'i 0'a vursam 0, 1'i 1'e vursam 1. Geçtim bu 1'i vurmağa. 1'i 1'e vurduk 1, 1'i 1'e vurduk 1, 1'i 0'a vurduk 0, 1'i 1'e vurduk 1. Geçti sonuncu 1'i vurmağa. 1'i 1'e vurduk 1, 1'i 1'e vurduk 1, 1'i 0'a vurduk 0, 1'i 1'e vurduk 1. Alınanları gəlib toplayırıq. 1'in altı boşlu topladım. 1'in üzerine 1 gələndə 0 yazdım, 1 yattı. 1'in üzerine 1 gələndə 0 yazdım, 1 yattı. Burada da 1 yattaydı. O 0'ın üzerine de 1'i gələndə elədi yine 1, 1 yattı. 1'in üstə 1 gələndə yine 0, 1 yattı. 1 yattığımızda buradan qalan 1 yattığımızı bu 0'ın üzerine gələndə yine elədi 1. 1 üzerine gel 0 verdi 1. Bir de yattaydı oldu 0, 1 yattı. 1 yine üzerine yatta kalan bu 1'i geldikdə elədi 0, 1. Variantımız A bəndi. Növbəti 13-cü suala baxırıq. Şərtini ödəyən onluq tam ədədlərin sayını deyir tapın. Gəlin əvvəlcə bunların hər birini onluq say sisteminə çevirək. 8'lik say sistemindən onluq say sisteminə keçmək üçün ədədin üzərinə nömrələdim. 3 vurulsun 8 üstü 1 üstə gəl. 6 vurulsun 8 üstü 0. 24 bu da 6 bu bize verdi 30. Oldu 30. Küçükdür x küçük bərabərdir. F 5 16'lık say sistemi. 16'lık say sisteminde F bize 15 verir. Bunu gəlib çevirsək. 15 vurulsun 16 üste gel 5 vurulsun 16 üstünde 0. Bu da eləyəcək 245 düzdür mü? 245. Burada gelip yazdım 245. Bize deyir ki
bu şərti ödəyən onluq tam ədədlərin sayını tapın. Müəllimlər, bərabərsizlikdə x böyükdür 30-dan deyirsə, deməli, x 31'i ala bilər. 31 ilə başlayır, 245 ilə bitir. Ümumi sayı tapmaq üçün isə şərti ödəyən ən böyük ədəddən şərti ödəyən ən kiçik ədədi çıxıb üzərinə 1 gəlirik. Bu da bizə verir 215. Cavabımız Y variantı. 14. sualımıza keçirik. ...32 indeksində X, 43 indeksində Y. Bərabərliyində Y-in mümkün müsbət qiymətində X-in ən kiçik qiymətini müəyyən edin. Əmər, 32, üzərinə yazıram 0, 1. Oldu 3 vurulsun X, üstə gəl, 2 vurulsun X, üstü 0. Eyni qaydada 43'ü çevirək. Bərabərdir. Rəngi tünd qoyaq ki. Dört vurulsun Y, üstə gəl, 3 vurulsun Y üstü 0. Deməli, birincisi elədi 3x üstə gəl 2. Bərabərdir. Digər tərəf elədi 4y üstə gəl 3. Buradan alıram ki 3x bərabərdir 4y üstə gəl 1. Müəllimlər, baxın burada 4 olduğuna görə mənim say sistemim 4'dən böyük olmalıdır. Yəni y-im 4'dən böyük olmalıdır. 4'dən böyük ədəd 5. Gəlib y-in yerinə 5 qoyub yoxlayıram görüm bu şərt ödənirmi? Yəni y-in yerinə 5 qoyanda burada alınan cavabı 3'e böləndə natural ədəd alınırmı? 5 koysam 4, 5, 20 üzerine 1 geldim elədi 21. 21'i 3'e bölürəm, x elədi 7. Y bəndi. Keçirik növbəti 15-ci suala. Yüz onluq ədədini əsası 9 olan say sistemində təsvir edin. Heç nə. 100'ü gəlib 9'a bölürük. Biz bilirik ki, onluq say sistemindən istənilən say sisteminə keçəndə həmin say sisteminin əsasına bölmək lazımdır. 100'ü 9'a bölsəm eləyəcək 11 dəfə. 11'i 9'a vurdum 99. Burada qaldı 1. 11'i gəlib 9'a böldüm. Bir dəfə. Burada da qaldı 2. Cavabdan ardıcıl şəkildə tərsinə düzə gedirik. 1, 2, 1. Bu da A variantında. Biz keçirik növbəti 16-cı suala. Onluq ədədinin ikilik yazılışında birlərin sayını deyir müəyyən edin. Biz bayaq 11 nömrəli tapşırığı həll eləyəndə göstərdik ki, verilən ədədi 2'nin qüvvətlərinin cəmi şəklində göstərə biliriksə, orada ən böyük qüvvətin üzərinə 1 gəlib, toplananların sayını çıxırıq, alırıq sıfırların sayını. Əlmən, toplananların sayı nə qədərdirsə, həmin qədər də 1 olur. İndi 1358'i
Gəlin 2'nin qüvvətləri şəklində yazaq. Bunu 1024 2 üstü 10 yerdə qalanı 64 qaldı içində. 64'ü yazaram. 2 üstü 6 üste gel 11 qaldı. 11'i de yazarıq. 8 üste gel 2 üste gel 1. 8'i yazdım. 2 üstü 3 üste gel 11'den 8 çıxanda 3 qaldı. 3'ü de 2 üstü 1 üste gel 2 üstü 0 şəklində göstərə bilərik. Mən bir də deyirəm, verilən ədədi 2'nin qüvvətlərinin cəmi şəklində göstərməyə çalışırıq. Neçə dənə toplanan varsa, həmin qədər 1 var. Neçə dənə toplanan varsa, həmin qədər 1 var. En büyük qüvvətin üzərinə 1 gəlib, alınan cavabdan toplananların sayını çıxdıqda isə biz alırıq, deməli, sıfırların sayını. Bir də göstərək. Müəllimə soruşur ki, necə aldıq? Bir də göstərək. Baxın. 1358. Müəllimə, 1358'in içərisində 2 üstü 10. Yəni 1024 var, düzdürmü? Yazdım 2 üstü 10. Üste gel. 1358'den 1024'ü çıksam, almanın içerisinde 128, 256 var. Yazıram bunu 2 üstü 8. Üste gel. 2 üstü 6. Kaldı orada 11. 11'in de vezne yazıram. 2 üstü 3 yani 8. Üste gel 2 üstü 1. Üste gel 2 üstü 0. Neçə toplanan var? 1, 2, 3, 4, 5, 6. 6 toplanan varsa deməli bu cəmdə 6 dənə 1 var. Əgər sıfırların sayını istəsəydi en büyük qüvvətdən gəlib 1 çıxacaqdıq. 17'ye baxırıq. Bərabərliyinə əsasən x'in qiymətini tapın. %121 x'lik say sisteminde verilip yerine üstüne nömrəlesək 0, 1, 2. Gel bir yerine yazıram. 1 vurulsun x üstü 2. Üste gel 2 vurulsun x üstü 1. Üste gel 1 vurulsun x üstü 0. Üste gel. Beşli say sisteminde 1 verilip bunun əvəzinə də yazıram. 1 vurulsun 5 üstü 0. 5 üstü 0. Beraberdi. Yeddili say sisteminde 1, 0, 1 verilip. Gelin indi onu açaq. Yine üzerine 0, 1, 2 yazsam 1 vurulsun 7 üstü 2. Üste gel. 1 vurulsun 7 üstü 0. Yazdığımızı hesaplasaq ne alındı? X kvadratı üste gel 2x üste gel 1 üste gel 1 beraberdi 49 üste gel 1. Bu birden bu bir getdi. Kaldı x kvadrat üste gel 2x 49'dan 1 çıxıb digər tərəfə keçirsək 48 bərabərdir 0. Müəllimlər alındı kvadrat tənlik. Kvadrat tənlikdə biz bilirik ki köklərin cəmi əks işarə ilə götürülmüş ikinci həddin cəminə köklərin hasili isə sərbəst həddə bərabərdir.
Bizim bu şərtimizi ödəyən ədədlər 6 və -8. 6'nın üzerine -8 gelsək, cavab -2. 6'nı -8'e vursaq, cavab -48. Bizdən x'in qiymətini istəyir. Müəllimlər, biz bilirik ki, əsasımız mənfi ola bilməz. O zaman bizim cevabımız oldu 6. Yani A variantı. Tamam, 6. sualdan qeyd elədim. 17. sualda A variantı. Çaşıb cevabı 16. sualda götürdüm. Keçirin növbəti 18. sualımıza. On 8. Yeddilik say sisteminde 55, 5. Üste gel x beraberdi. Altılık say sisteminde 3, 2, 5. Bize deyir, beraberliğe esasen x'in qiymətini 16'lık say sisteminde təsvir edin. Müəllimlər, əvvəlcə onluq say sisteminə çevirək. Onluq say sistemində ədədimizi tapaq. Sonra çubuqlu bölməklə 16'ya bölməklə 16'lık say sisteminə çevirərik. 5 vurulsun 7 üstü 1 üste gel 5 vurulsun 7 üstü 0. Üste gel x beraberdi. 3 vurulsun 6 üstü 2 üste gel 2 vurulsun 6 üstü 1 üste gel 5 vurulsun 6 üstünde 0. Ne verir bu bize? ...35 üste gel 5 üste gel x beraberdi. 108 üste gel 12 üste gel 5. Buradan da məchullar bir tərəfə, məlumlar digər tərəfə, yəni bir də məlumumuz var, məlumumuz burada qalır. 35'in üzerine 5 gelsem 40, 40'ı digər tərəfə keçirsək, cevabımız eləyəcək x bərabərdir 85. Yəqin ki, hesablamada səhv eləmədim. Onluq say sistemində biz aldıq 85. Bunu 16'lık say sisteminə çevirmək lazımdır. Yəni, çubuqlu bölməklə 16'ya bölürəm. 85'in içərisində 16 5 dəfə, 5 16'ya vurdum, elədi 80. Cavabdan arxaya ardıcıl gedirik, bu da alındı 5 5. Yəni B variantı. 18. sualımızın cevabı oldu B variantı. Növbəti 19. suala baxaq. Sinfin 1,1,1,0,0 faizi qız, 1,1,0,0 nəfəri oğlan olarsa, bu sinifdəki şagirdlərin sayını onluq say sistemində müəyyən edin. Gəlin baxaq. Əvvəlcə bunu yenə üzərinə 0, 1, 2, 3, 4 və 5 olaraq nömrələməklə çeviririk müəllimlər onluq say sisteminə. Ne verecek bize? 1 vurulsun 2 üstü 5 üste gel 1 vurulsun 2 üstü 4 üste gel 1 vurulsun 2 üstü 3 üste gel 1 vurulsun 2 üstü 2 üste gel 1 vurulsun 0 vurulsun 2 üstü 1 üste gel 0 vurulsun 2 üstü 1 eləyir. 0 ədədə vuranda 0 alındığına göre həmin hissələri yazmıram. Bu bize verdi 60%. Deməli, sinifin 60% qız. 1, 1, 0, 0. Bunu zaten bilirik ki, bu onluq say sistemində 12 deməkdir. Və yaxud da kiməsə çətin gəlirsə, yenə üstəlik qaydada üzərinə 0, 1, 2, 3 yazmaqla hesablaya bilərsiniz. Deməli,
Sinifin 60% qız, 12 nəfəri oğlan. Bu eləyir 12. 12 nəfəri oğlan olarsa, bu sinifdəki şagirdlərin sayını onluq say sistemində qeyd edin. Müəllimlər, sinifin 60% qızdırsa, deməli 40% oğlandır. Çünki biz bilirik ki, normal faizimiz 100 olmalıdır. 40% 12 olan ədədi tapırıq. Faizinə görə ədəd tapmaq üçün ədədi 100-ə vurub, faiz göstərən ədədə bölmək lazımdır. Bu da verdi 30. Demək ki, sinifdə cəmi 30 şagird var imiş. Cavabımız B variantı. Növbəti 20-ci suala baxırıq. Sıfır, 1, 2, 3 rəqəmlərindən düzəlmiş bütün 4 rəqəmli kodlar artma sırası ilə yazılmışdır. Siyahının əvvəli verilib, sıra nömrəsi 215 olan kodu müəyyən edin. Müəllimlər, məsələn 6-cı, 7-ci, 8-ci və s. ədədi soruşmuş olsaydı bizdən, sürüşdürmə vasitəsilə hesablayıb tapa bilərdik. Amma bizdən belə soruşanda, məsələn, sıra nömrəsi 215 olan ədədi tap deyir, nə edirik? Gəlib, veriləni bölürsüz 4-ə. Çevirirsiniz dörtlük say sisteminə. Baxın, 215-ci deyirsə, 215-i bu qaydadır, bəli, bütün bu tip misallarda ödənir. 215-i bölürəm 4-ə. Burada elədi 53. 53'ü 4'e vursak 12, 20, 21. Burada qaldı 3. Təkrarən gəlib bu dəfə 53'ü 4'e bölürəm. Elədi 13. Burada qaldı 1. Bu dəfə 13'ü 4'e bölürəm. Elədi 3. Yenə burada qaldı 1. Deməli alındı 3, 1, 1, 3. Düzdürmü? Müəllimlər, alınan ədəddən də həmişə 1 çıxırsınız. Bax, 4'e bölüb çevirdik dörtlük say sisteminə. Alınan ədəddən də həmişə 1 çıxırsınız. Bu da verdi bizə C variantını. Bütün bu tip misallarda keçərlidir mi? Bəli, keçərlidir. 21-ci suala baxırıq. 4'e bölünən ədədləri müəyyən edin. 4'e bölünmə əlamətimiz var. Biz bilirik ki, son 2 rəqəmi 4'e bölünən və ya son 2 rəqəmi 0 olan ədədlər 4'e tam bölünür. Birincinin son 2 rəqəmi 0, ikincinin son 2 rəqəmi 0. Demək ki, cavabımız C variantı. 22-ci suala baxırıq. Nəticəsi 50-dən böyük olan ifadələri müəyyən edin. Müəllimlər, bunların hamısını əvvəl eyni say sisteminə gətirmək lazımdır. Məsələn, birinci misalda bu hissəni 8'lik say sisteminə gətirsək, 0, 1, 0 bizə verir 8'lik say sistemində 2, 1, 0, 0 bu da bizə verir 8'lik say sistemində 4. 8'lik say sistemində 32, üstə gəl 8'lik say sistemində 42. Yəni 3, 2, üstə gəl 4, 2. Həmən bunu toplasaq eləyər 7, 4. 8'lik say sistemində düzdürmü? Növbəti ikinciyə baxıram. Bir nəticəsi 50'dən böyük olan ifadələri müəyyən edin. Bunu onluq say sisteminə çevirsək, verilən cavab 50'dən böyük olacaq. Düzdürmü? 7 vur 8, 56, 4 vurulsun 8 üstü 0. Bu verdi, yəni 50'dən böyük ədəd alındı. Deməli, birinci cavabımız doğrudur. Keçib ikincini yoxlayıram.
Yine 1, 0, 1, 1, 0. Bunun geçici ikilikten 8 diye. 0, 1, 0. Bu bize verir 2. 1, 1, 0. Bu da bize verir 6. Bunları cəmləsək, verəcək deməli 5, 5, düzdürmü? 8'lik say sistemində 5, 5. Bunu onluq say sisteminə çevirsək, 5 vurulsun 8, üstə gəl 5 vurulsun 8 üstü 0. Yəni 40 üstə gəl 5, bu verəcək bizə 45. Deməli, ikincidə onluq cavabı mən 45 aldım. 45 50-dən böyük deyil, bu getdi. Eyni qaydada digərlərində yoxlayırıq müəllimlər. Dördüncünü yoxlasaq, yenə böldüm. 1, 1, 0, 6 deməkdir. 8'lik say sistemində 0, 0, 1. Bu da 1 deməkdir, düzdürmü? Deməli, 8'lik say sistemində 1, 6, üstə gəl 6, 1. Bu da verdi 7, 7. 8'lik say sistemində. Bunu onluq say sisteminə çevirsəm, 7 vur 8, üstə gəl 7. Burada da alınan cavab 50'dən böyük oldu. Deməli, birinci və dördüncü variantlardakı cavablar 50'dən böyükdür. Bu da A bəndindədir. Keçirik növbəti 23-cü sualımıza. X-in hansı qiymətində bərabərliyi doğru olar? Əmər, baxın, alt-alta toplama yazsam. Altının üzerine ne gelsem 7'lik say sisteminde sonu 3 ilə biter. Bu 3'ün üstə bu 7'ni gəldim elədi 10. Ondan 6 çıxdım elədi 4. Deməli, mənim x-im 4 imiş. Bir də deyirəm. 3'ün üzerine bu 7'ni gəldim 10. Ondan 6 çıxdıq 4. Deməli, bizim x-imiz 4 imiş. Gəlin yoxlayaq. Harada x varsa yerinə 4 qoyub yoxlayaq görək. Düz sapmışıq mı? 3, 4, 6, 1, 6, 4. 6'nın üzerine 4 gelsem, elədi 10. Biz bilirik ki, 7'lik say sistemində 10 olmaz. Aldığımız cavabdan əsası, yəni 7'ni çıxırıq qaldı 3. Yine 6'nın üstə 4 gəldim 10, bir də yaddaydı 11. 11'dən 7'lik say sisteminin əsasını, yəni 7'ni çıxıram, qaldı 4. Gördünüz, hər bir halda x-imiz 4 eləyir. Deməli, düz tapmışıq. Və keçirik növbəti 24-cü suala. 5'lik say sisteminin ən kiçik 2 rəqəmli ədədi ilə 9'luq say sisteminin ən böyük 2 rəqəmli ədədinin cəmini onluq say sistemində yazın. Mənim 5'lik say sistemində ən kiçik ədəd 1, 0. 9'luk say sistemində də ən böyük ədəd 8 ise 2 rəqəmli dedikdə 8, 8. Bizə nə deyir? Bunların cəmini onluq say sistemində yazın. Hər birini onluq say sisteminə çevirib toplaya bilərik. Üzerine 0, 1 yazsam bu verecek 1 vurulsun 5 üstü 1 üste gel. Burada 8 vurulsun 9 üste gel 8 vurulsun 9 üstü 0. Bunları toplasak 85. Cevabımız oldu 85. Növbəti 25-ci suala baxırıq. 16 üstü 19 onluq ədədinin 8'lik say sistemindəki yazılışının ilk rəqəmini müəyyən edin.
Yine bunu ikili say sisteminde gösteririm. 16 üstü 19. 16 2 üstü 4'tü. 4'ü 19'a vursam elədi 2 üstünde 76. Mənə nə deyir? 8'li say sistemi. Müəllimlər 8 2 üstü 3'tü. Düzdürmü? Deməli, bax, aldığımız qüvvətin 8 2 üstü 3'tü. Yəni 2'nin üstündəki qüvvətə 3'e bölürük. Bölürük. Aldım 25. 1. Düzdürmü? Bak burada alınan qalıq var. Ha, bak burada alınan qalıq. Bunu 2'nin üzerine gelip yazıram. Deməli, mənim ədədimin ilk rəqəmi oldu 2. Əgər burada qalıqda 0 qalsaydı, mən gəlib yazasaydım 2 üstü 0. Qalıqda 1 qaldığına göre biz yazırıq 2 üstü 1. Bunun tapılma qaydasını biz dərsdə də izah eləmişdik. Say sistemlərini keçəndə. Bir də izah eləyək. Deməli, verilən ədədi 2'nin qüvvətləri şəklində yazırıq və yaxud da 8'li say sisteminə gətiririk. 2'nin qüvvəti şəklində yazandan sonra qüvvəti 8 2 üstü 3'tü. 2'nin qüvvətinə, yəni 3'e bölürük. Alınan cavabdakı qalığı 2'nin üstünə gəlib yazırıq. Və keçirik biz növbəti sualımıza. 26. 1 0 1 x plus 1'lik say sistemində bərabərdir 1 0 1 x'lik say sistemi üstə gəl 1 1 16'lık say sistemi. Bize deyir x'in qiymətini tapın. Yine üzerinde nömrəleme yaparsam 0 1 2 0 1 2 0 1. Gəlin yazaq. 1 vurulsun x plus 1 üstünde 2. Üste gel. 1 vurulsun x plus 1 üstünde 0. Beraberdir. 1 vurulsun x kvadratı üste gel. 1 vurulsun x üstü 0. Üste gel. 1 vurulsun 16 üste gel. 1 vurulsun 16 üstünde 0. Hesaplayaq görək nə alınır? 1'i bura vuranda x plus 1'in kvadratı eləyir. X plus 1'in kvadratını açsam x kvadratı üste gel 2x üste gel 1. Gəlirəm burada x plus 1'in üstünde 0 bize verir 1. 1'i bu 1'e vuranda elədi yenə 1. Beraber x kvadratı üste gel 1 üste gel 16 üste gel 1. Məchullar bir tərəfə, məlumlar digər tərəfə keçirək. X kvadratları getdim. Qaldı 2. X bərabərdir. Bu birlə bu bir getdi. Bu birlə də bu bir getdi. 2x bərabər oldu 16'ya. 16'nı 2'ye bölsək, x elədi 8. Növbəti 27-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Məməl, hər birini gəlin çevirək. İkili say sisteminə çevirirəm. Yəni 0 və 1'ləri tapmaq üçün, daha doğrusu 2'nin qüvvətləri şəklində yazıram. 54'ü 32 üstə gəl 16 üstə gəl 4 üstə gəl 2 şəklində yaza bilərik də, düzdürmü? O zaman bu bizə nə verəcək? 32'nin yerine yazdım 2 üstü 5. 16'ın yerine yazdım 2 üstü 4. 4'ün yerine yazdım 2 üstü 2. Üste gel. Bir de 2'nin de yerine 2 üstü 1. Biz bayağı misallarda ne dedik? 2'nin qüvvətləri şəklində yazabilir ise, deməli, oradaki
toplananların sayı qədər 1 var. Deməli, dedik ki, hər birini 2'nin qüvvətləri şəklində göstərmək lazımdır. Gəlin, hər birini 2'nin qüvvətləri şəklində göstərək. Məsələn, 54'ün yerinə yazıram. 2 üstü 5, üstə gəl 2 üstü 4, üstə gəl 2 üstü 2, üstə gəl 2. Düzdürmü? Baxın, 54'ün yerinə yazıram. 2 üstü 5, üstə gəl 2 üstü 4, üstə gəl 2 üstü 2, üstə gəl 2. 2 üstü 1 yəni 2. Bəli, 4 dənə 1 var. Buna getdim. A variantı. Ve bir de C variantı. İkincisinde 76'nı eyni qaydada yazsaq, bu eləyəcək. 2 üstü 6, üstə gəl 2 üstü 3, üstə gəl 2 üstü 2. Yenə qüvvətin üstünə 1 gəlirəm. Elədi 7 dənə 0, 3 dənə də 1 var. Buna da getdi Y variantı. Və nəhayət 37'ni də eyni qaydada çevirəndə buna da gəlir D variantı. Artıq bayaq çevirmişdim deyə təkrar bizə çevirmədim. 28-ci suala baxaq. İfadəsi hansı say sistemində deyir doğrudur. Yenə bu tip bayaq elədik. Alt-alta toplama yazıram. Baxın. 1, 3, 4, 3, 2. Toplayanda verib bunu. 4'ün üstünə 2 gələndə alınıb 0, 1 yaptı. Deməli, 4'ün üstünə 2 gələndə 6 eləyir. 6'nın yerinə isə 0 yazdılar. Deməli ki, bu 6'lıq say sistemidir. X-imiz elədi 6. 29-cu suala baxaq. Ədədi kimi təsvir olunarsa, Q-nu tapın. Gəlin yazaq. 65 8'lik say sistemində bunun üzərinə 0 və 1'lər yazsaq, eləyər 6 vurulsun 8, üstə gəl 5 vurulsun 8 üstündə 0. Bərabərdir. Yenə üzərinə 0, 1, 2 yazsaq 3 vurulsun Q üstü 2, üstə gəl 1 vurulsun Q, üstə gəl 1 vurulsun Q üstü 0. 6 vur 8, 48 üstünə 5 gəldim elədi 53. Bərabərdir 3Q kvadratı, üstə gəl Q, üstə gəl 1. Hamısını eyni tərəfə keçirsək 3Q kvadratı, üstə gəl Q çıxılsın 52, bərabərdir 0. Kvadrat tənlikdə həll eləyib diskriminantını tapaq. D bərabər B kvadratı çıxılsın 4AC, bu verdi 625. Diskriminantımız oldu 625. Kökün biri müsbət, biri mənfi eləyəcək. Biz bilirik ki, əsas mənfi olmur. Ona görə də yalnız müsbət kökü tapıb dayanaq. X bərabər mənfi 1, üstə gəl 625'dən kök çıxır 25, bölünsün 2A, yəni 2 vurulsun 3. Bu da elədi 4. Və nəhayət sonuncu sual. Ədədləri azalma sırası ilə yazın deyir. Müəllimlər, hamısını çevirək onluq say sisteminə, sonra tapaq görək hansı bizə nə verir. 1, 4, 3, 6'lıq say sistemində. Bu nə eləyəcək? 1 vurulsun 6 üstü 2, üstə gəl 4 vurulsun 6 üstü 1, üstə gəl 3 vurulsun 6 üstündə 0. Bu elədi 63, düzdürmü? Keçirəm növbətiyə. 5, 0, 9'luq say sistemində. Bu eləyəcək 5 vurulsun 9, bu da verdi bizə 45. Növbəti
Bu verəcək bizə 1 vurulsun 3 üstündə 0, 1, 2, 3, 3. Üste gel 2 vurulsun 3 üstünde 0, 1, 2. Üste gel 2 vurulsun 3 üstü 1. Üste gel 2 vurulsun 3 üstünde 0. Bu bize ne verecek? Bu da vereceği bize 69. Düzdür mü? Bunun da cevabı elədir 69. Geçirəm növbətiyə. Daha doğrusu bu ne eləyir? 3 üstü 3, 27. 9 vur 2, 18. 2 vur 3, 6. Üste gel 2. Eləyəcək 53 müəllimlər. Bu verdi 53. Keçək növbətiyə. 1, 0, 1, 1. Dörtlük say sistemində. Bu elədi 1 vurulsun 4 üstü 0, 1, 2, 3, 3. Üste gel 1 vurulsun 4 üstü 1. Üste gel 1 vurulsun 4 üstünde 0. Bu da elədi 4 üstü 3, 64. Üste 4 geldi 68. Üstüne 1 geldi 69. İndi gəlin bunları düzək. Bizə nə deyir? Ədədləri azalma sırası ilə düzün. Yəni, ədədləri böyükdən kiçiyə düzün. Ən böyük oldu bu. Yəni, 1, 0, 1, 1, dörtlük say sistemində. Sonra hansı gəldi? Altılıq say sistemində olan. Yəni, 1, 4, 3, altılıq say sistemində. Sonra gəldi. 1, 2, 2, 2. Sonra geldi. Ha, müəllimlər, axırıncısını çevirməmişik. Axırıncısını da çevirsək eləyəcək 51. Eyni qayda, yəni bu qaydada. Bundan sonra geldi axırda duran. Yəni 1, 1, 0, 0, 1, 1 ikili say sistemində. Yəni deyirəm, axırıncısını çevirsək 51 eləyəcək. Artıq burada yer yoxdur. Yazmıram. Yəni çevirmə qaydasının üzərinə 0 və 1'lər yazmaqla çevirə bilərik. Və nəhayət bir dənə qaldı. Ən kiçiyi hansı oldu? Və bu. 5, 0. Bu da 9'luq say sistemində. Ədədləri bu qaydada böyükdən kiçiyə düzmüş olduq. İkinci sınavımızda 30 sual, 30'u da izah olundu müəllimlər. Sınavımız bu qədər. İnşallah növbəti dərslərimizdə digər sınavların izahını verərik.